İzleyen herkese salam. Bugün sizlerle çok güzel bir kat-kat xəmirdən olan şirniyyat reseptini bölüşəcəyəm. Bunun üçün dərin bir qaba 3 stəkan yarım un götürürük. Üzərinə 1 çimdik duz, 1 yemək qaşığı pesok əlavə edib qarışdırırıq. 50 qram yağ da əlavə edib xəmiri ovuntu halına getiririk yağla qarışdıraraq. 160 ml soyuq su götürürük. Üzərinə 1 yemək qaşığı sirkə, 1 ədəd də yumurta əlavə edib yaxşıca qarışdırırıq. Yumurta da əlavə eləyəndə 1 stəkan olmalıdır. Əgər 1 stəkandan eksik olarsa, üzərinə biraz da su əlavə edib qarışdırın. İstifadə elədiyimiz bütün ərzaqlar soyuq halda olmalıdır. Yəni soyuducudan çıxardığımız halda. Qarışdıraraq xəmir yoğururuq. Çox da qarışdırmağa, yəni xəmir yoğurmağa ehtiyac yoxdur. Sadəcə toparlayıb əlimizlə yarım saat soyuducuda gözlədirik xəmiri. Yarım saatdan sonra çıxarırıq. 2 bərabər hissəyə bölürük xəmiri. Üzərinə 200 qram yağı 2 bərabər hissəyə bölüb içinə yerləşdiririk və təzədən qoyuruq soyuducuya. Yəni bu dəfə bozluq hissəsinə qoyuruq. İlk öncə adi aşağı hissəyə qoyuruq soyuducunun. Bu dəfə isə bozluq hissəsinə yerləşdirib 1 saat gözlədirik. Ən azı 1 saat. Bir saatdan sonra çıxarırıq, yayırıq. Çox az un əlavə edirik ki, yaymağı asan olsun. 2 xəmiri də eyni bərabərlikdə yayıb, zərf kimi büküb təzədən soyuducuya qoyuruq. 1 saat yenə eyni qaydada soyuducuda gözlədirik. %300 qram qozu xırda-xırda doğrayırıq. Üzərinə 3 yemək qaşığı pesok və 2 yemək qaşığı mürəbbə suyu və ya cəm əlavə edib qarışdırırıq. Mürəbbə suyu və ya cəmi biraz qarışım özünü tutsun deyə əlavə edirik. Bu formada yapışqan olmalıdır ki, içindən tökülməsin. Və nəhayət 4-cü dəfə yayırıq və işlik yerləşdiririk. Gördüyünüz bu formada qatlayırıq və 2 hissəyə bölürük bu yaydığımız yoxanı. Eyni qaydada o biri tərəfini də bu cür qatlayırıq.
6 bərabər hissəyə bölürük hər iki hissəni və soba listinə düzürük. Üzərinə yumurta vururuq və çəngəllə istədiyimiz formada naxış vururuq. Öncədən isidilmiş sobada altı üstü qızarana dək bişiririk. Gördüyünüz kimi çox gözəl, çox ləzzətli, bayram süfrələrinə yaraşan, gözəl məclislərə yaraşan çox gözəl kövrək, xırt-xırt peçenyelər alınır. İzlədiyiniz üçün təşəkkür edirəm. Bəyəndiyseniz abunə olmağı, bəyənməyi, şərh yazmağı unutmayın. Sağ olun.